Azərbaycandan gələn sumkaları açırıq. Bu mənim rekordumdur. Çünki ilk dəfə 16 plus 9, 16 yarım plus 9. Çünki ilk dəfə 25 kilo yarımlıq bagaj açıram. Baxaq görə nə göndərdilər. Əslində bilirəm nə göndərdilər. Sadəcə sizlə paylaşmaq istədim. Bu birinci sumka. Bir dənəsini açmışam. Belə bir kələm turşusudur. Tadına baxın. Qırtıldı. Möhtəşəm. Acılı kələm turşusu. İkincini açıram. Bunların ağızlarını elə bağlayıblar ki, dağılmasın. Qeyd edim ki, bunların hamısını təkcə mamam göndərməyib. Mama göndərib, amma başqa adamın maması. Ağızlarını da çiskosluyublar. Bu nədir? Bu da biber turşusu. Biber turşusu. Tadına baxaq. Mütləq baxmalıyam. Ayda bezakla niye kəsir? Biraz yekə bıçaq götürüm. Bildiz də bu yəqin ki, içi doldurulmuş biber turşusudur. Olsun, möhtəşəm dadı. Bazı dişim. Yoxdur da belə bir şey. O birisi. Burada görüm nə var. Turşular istəmişdim. Bir də bəzi mürəbbələr, özəl mürəbbələr. Tapılmağı biraz çətin olan mürəbbələr. Əslində turşudur, mürəbbə deyil. Bunlar hamı hazır verir, amma baxır kimin əlindən necə çıxır. Dadlı olmaq məsələsi var. Sındı. Yeyək. Bayxın belə bə. Allah'ım necə bək bağlanıb, baxa bilmirəm. Əncir mürəbbəsidir bu. Bu əncirdir. Bunları gərək bankalara boşaldım. Mədəm bugün yenə bayram edəcək. Turşu, buzlu. Burada 2 dənə əncir var. Biri Bakı ənciridir, biri rayon ənciri. Bunları da torbağın içine qoyub, bunu belə boşaldım. Ne kadar salafana döküyorlar ama yine de biraz akıttı. Ha, bu əsas məsələ, ən sevdiyim. Bu buradan çıxarda bilmirəm, amma sizə göstərmək istəyirəm. Zeytun mürəbbəsi. Baxaq. Perfecto. Lo hago esto, llévalo. Növbəti. Görəm o içinə var. Bu mürəbbə olmalıdır. Bu bilirəm nədir? Əncirdir. Bu əncirdir, bunu açmayacağım. Burada qalıb ki. Bu səhv eləmirəmcə sumaq olmalıdır. Bu sumaq hardan gəlib Qəbələdən? Allah, bu necə açaq ki, sumağın bəs torbasını deşməyə. Allah.
Smaklı. Başını çeksin. Afiyet. Ulan ezi başım. O ne kadar tatlı var. Bu da sımak. Muhteşem bu. Sımak aldım ki saklayacağım bankadan. Her kahve ediyorum. Sonra. Bir yana su kavalıydı. Bana da vaysi gelir. Mesela boz kafası falan. Ha. Bu hindal, şekil hindalı olmazsa olmaz. Yani de Yahya'dan. Seçimim bu defa Yahya'dan. Geçen de bağlayacağım. Fındık. Fındık mindalı. Bu. Adım bakalım. Koyuyorum buraya. Bu çekiyordu da. Bu da var. Bu da bir adam olan bir. Bu göz kafası. Bu da göz kafası. Daha hamsından bakmışım ondan bakın. Zıratırım. Geliyor. Bomba. Yine ara açıklarda gördüm. Bu zaten benim hayatımızın dili yok. Bunun adını tek bilmiyorum. Ya püstədi ya badam. Yok. Ya püstədi ya inna. Bu bizim hayattandır. İçi un için olmaz. Böyle bir şey. Yok. Unun yanından böyleymiş. Bu ne? Nasıl güldü? Ben bu canlamadan soruşum. Bu nerede bilen var? Bu nerede? Ha. Onu bilmem. Ha bu olur ya. İçi ləpəli. Böyle doğrup yiyirsən. Bu ondandır. Mesela lazım falan da. Aletimi alacağım. Xarab olmasın. Sonra yerləşdirəm. Növbəti. Bu nədir? Bunu anam pişirib yaratmışam. Aha. Akşam buram belə açacağım. Görün nədir bu? İçi qozdu. Bomba. Soğan sosunu yiyirəm. Bu paxlavadır. Bu da yenə min qaldı. Bu da əlbəttə. Şirniyyətlə minçili. Bu da bakalım. Allah'ım. Sana geliyorum. Bilmem nədir. Bu külçədir. Biz tərəflər külçə deyir. Siz yəqin ki şorboğal deyirsiniz. Bundan. Görsə yəqin ki. Balaca kəsin. Of. Bir iki dənə. Demişdim özüm amma az qoyarsın. Əsl külçə belə olur bax. Yoxsa indikilər. Nə bax? Bütün qatları görünür. İçində də o qədər dava var ki, xəmirə rəngi bütün dəşət. Bunu qızırıb yenə hafif dəşət var. Bu əlbəttə şirniyyat ürünəm. Paxlava yenə. Bu Yahya dayıdan paxlava. Paxlavadan bulam. Paxlava nə idi? Şəkər halvası. Mən də bəziləri kimi. Getdik ən sevimli hissəmiz, güşəmiz turşulara. Bu albalı dövməsidir. Bunu açmayacağım, xarab olmasın. Bu turşu deyil, bu cələ mürəbbəsidir. Bunların hamısının belə qablarda olmanın səbəbi odur ki, şüşədə olanda qırılma ehtimalı var. Amma belə olanda qırılmır. Bu qoz mürəbbəsidir, bunu açacağım mütləq. Qoz mürəbbəsi, zəif nöqtəmiz. Düz balaca olacaq. Xartıltım öncə sonra gəldi, yoxsa yox. Super. Gəldim bilirsiniz də, əsl qoz mürəbbəsi xırt-xırt eləyib dadını aldı. Yumuşaq olmalı deyil. Bu nar dənəsidir. Bunu dənəliyib göndərib, sağ olsun. Anne, yüreği işte, ne yaparsın? Allah.
Bu nədir? Bu bəhməzdir. Siz doşab deyirsiniz. Bu zoğaldır. Turşusu. Bu qəşəngdir. Bunları da qonxalayım ki. Bunun içində güman edirəm ki, turşudur. Açıram. Bu da turşudur. Nətər açım hə bu? Sarımsağın isi bura qədər gəldi. Nətər açırlar görsən? Bunun kodu nətər açıram? Diyez 002 diyez yıxsam açıram. Açamıram. Hə tapdım. Muhteşem. Bu içində həm kələm var, həm badımcan var, həm də içi doldurulmuş kəməli var. Söz tapa bilmirəm. Allah mamaların canını sağ etsin. Bunlardan istəmişdim. Çünki burada tapa bilmirəm. Ləkə çıxarır sizə. Normalda. Bu nədir? Çok profesyonellaşdım. Salatan açmaqda. Bu səhv eləmirəmsə alsam. Onu çıxartmaq üçün mən gərək bunun tulkanı kəsim. Göründə də qırdıldıyır əldə. Hadi bir silah alta gidelim. Bu dolgadır. Geçen açılış videosunda yazmışsınız ki evet yanıma düştü cümlemsi. Yazılır ki Aynur'un maması cüzdü füstü içəndə. Bizim evdə həqiqətən də o çöldən gələn soklar yoxdur. Onlar içilmirdi. Mama alır bulan qablarını boşaldır, saxlayır ki, mənə belə göndərəndə lazım olur da. Yəni bizdə bu içən yoxdur. Necədədir? Sənin şərəfinə mama. Bu şəkil dolğası da öyle. Bu Gəncə dolğası. Çünki bunun içində dağ kişnişi var. Əla. Mama çok sağ ol. Bu da ənənəvi, sadəcə şəkillərin və qəbəllərin bildiyi Axyar turşusu. Başqa zonalarda bilirik, amma bu faktiki orada yetişir də. Bir şəkildə, bir qəbələdə. Çox adamdan mən ümumiyyətlə eşitdim. Axyar olur, çünki olmur ki. Başda sarımsaq bizi salamlayır. Abonmantan çıxardım ha. Çıxartmağı yenə başa düşürəm ki, mən bu kəsib çıxardacağım, amma bunların bunun üçün nətər doldurmuşsan sən. Allah köməyin olsun. Görüm, Luka var. Möhtəşəm. Axyar turşusu. Heç bir başqa axyar turşusu çata bilməz. O birisi çox. Bunlar dərmanlardır, bunları göstərmirəm. Bəzi dərmanlar istəmişdim. Burada tapa bilmədiyim. Bu nədir? Nə olur səncə? O şifrəsi nədir görəsən? Mama tort pişirib göndərib. O da çamadanın desən o qədər o tərəf atdılar ki, tortun üzü çıxırdı buna. Tadına baxın. Ay mama. Ayda. İşte 3 ay yetişəcməz qabaq desin, 2 ay qabaq desin. Mamaya demişdim ki, mən quşsuda pişirmək istəyirəm. Yoxsa bacıma demişdim. Necə pişirəm? Onu pişirib göndərib. Əsl quşsuda. Prosta heyf ki, yapışır ama tadı möhtəşəmdir də. Dəhşətdir. Baxa görə bunun içində nə var? Təxmin eləyin. Nə ola bilər? Təxmin eləyin bunun içində nə ola bilər? Yumru belə, yumrudur. Yumru şeylər var. Nə acaba? Nə acaba? Bəlam.
Nar. İstəmişdim. Çünki burada nar, nə qədər nar yeyirəm, amma o Azərbaycandakı kimi dadmır da. Çünki burada hamısı, yəni xaricdən gələn nardır, bizim narlarımız kimi dadmır. Bir də bu feyxualar. Feyxualar həyatımızınkidir. Çox sağ olun, papa. Çox sağ olun, mama. Kahve buna yeri yok. Bu bazım gönderdim, çok kullanıcı. Kolyelerim. Bu da balık. Teşekkürler. Bacışko. Minnettarım sana. Bunu da ben. Son bir şey kaldı. Bu nedir? Ha. Bu deməli nədir? Mən burada sveji doğra pişirə bilməyim üçün dağ kişnişidir. Bu da həyatımızdəndir. Kimizə qoyaq? Allah. Bunu belə yeyirəm siz nəyə görə? Çünki bu mənim anam təmizləyib, yuyub, qurudub göndərdi. Mən Bakıda oxuyanda da mama belə göndərir də. Yok, bitti. Ümid edirəm ki, bəyəndiniz. Gələn pasılka videolarında görüşərik. Hələlik.